İran şəhri ilə mənim aramda söhbət. 1-ci bölüm. İran şəhri məndən soruşur, aya uşağına ana dilini öyrənirsən ya yox? Deyirəm, əlbəttə ki, ana dilin təmiz danış. Uşağı görür, uşaqdan soruşur, çətori xubi? Uşaq mənə baxır, deyir ki, ata, bu nə dilə danışır? Mən başa düşmürəm. İran şəhri mənə qayıtır, چی شد پس؟ تو که گفتی بچه زبان مادریشو بلده. دیرم بلده. زبان مادریشو بلده. Ana dilin təmiz danışır. Anası Bakılı, mən Təbrizli, ana dili Azərbaycan türkçəsi. Təmiz danışır. ایران شهری قایتر دیگه چه باید میدونستم شما ترکید دیگه یه مش تجزیه طلب یه مش پان ترکیست شما خودتون رو به این باکو و آذربایجان فروختید شما خودتون رو به ترکیه فروختید یه مش خائنید من آذربایجانی هم خودم رو به آذربایجانی فروختم اوکی دمم گرم اساس خائن رو شما از کجا میارید Amerika'da ki bir tane demokratik bir tane memleketdir. Mənə bu haqqı verib ki, hər nə cür istəsəm yaşayam, bu haqqı mənə istəmir verə. Yəni cücü olsaydı bu haqqı məndən alardı. Bunların nəzərində bilirsən nə yaxşıdır? Ki tüpürəsən öz kulturuna, tüpürəsən öz ana dilinə, deyəsən hər nəsən, getdin o kitablardan xəyalat və ovham tapdın, Əhd-i Qədimin kitabından bunu çıxartdın, onu çıxartdın, mən ona inanıram, öz kimliyimə inanmıram. Onda olursan yaxşı bir dənə vətəndaş. İkinci bölümü gözləyin.